Aleyküm ve rahmetullahi ve berekatuhu. Muhterem Müslümanlar. Bu qəbirstanlıq Mədinədə yerləşən Baqi qəbirstanlığıdır. Aynı zamanda bura Cənnətül Baqi də deyirlər. Yəni cənnət baqisi. Daha doğrusu Baqi cənnəti. Yəni burada Resulullah sallallahu aleyhi ve sellemin yüzlerle sahabesi yatır. Cennetle müjdelenmiş sahabeler de yatır. Aynı zamanda cennetin 4 seyyide kadını Fatime anamız radıyallahu anh yatır. Peygamber sallallahu aleyhi ve sellemin ehli beyti yatır. Aynı zamanda İmam Hasan vesaire. Bu qəbirstanlıq ümumiyyətlə fəzilətli sahabelerle, fəzilətli şəxslərlə, Resulullah sallallahu aleyhi ve sellemin ailesiyle doludur. Bakın onların qəbirlərinə. Onların qəbirləri necədir burada? Hansı şəkildədir? Yani hətta o baş daşlarına ad belə yazılmıyor. Vallahi yani yer üzerinin en fəzilətli, en əfsəl qəbirstanlığıdır. En əfsəl qəbirstanlığıdır və böyük qəbirstanlıqdır bu qəbirstanlıq.